Salam əziz abituriyentlər və valideynlər. Bilirsiniz ki, 2027-ci ildə 11-ci sinif bitirən şagirdlər, o cümlədən ali təhsil müəssisələrində oxumaq istəyən abituriyentlər buraxılış imtahanında 100 sözdən ibarət ess yazacaqlar. Bu dəyişiklik bir çox valideynləri, abituriyentləri və müəllimləri narahat edir ki, abituriyentlər imtahanda yaxşı yaza bilməyəcəklər. Amma bu dəyişiklik yerində verilmiş bir qərardır. Çünki bu dəyişiklik nəticəsində artıq Azərbaycan gəncləri ingilis dilində düşünməyi bacaracaqlar və ingilis dilində danışmağı bacaracaqlar və analitik düşünəcəklər. Düşünün ki, indiyə qədər yüksək bal toplayan abituriyentlərin çoxu ingilis dilindən 25 düz yazan, ən aşağısı 23 düz yazan, 20 düz yazan abituriyentlər ingilis dilində sadə bir cümləni qura bilmirdilər. Çünki onlar ingilis dili öyrənmirdilər. Çünki onlar qrammatik əzbərləyirdilər. Danışmağı bacarmırdılar. Amma bundan sonra, bu dərsdən sonra abituriyentlər məcbur qalacaqlar ingilis dilində danışmağı öyrənəcəklər, ingilis dilində cümlə qurmağı öyrənəcəklər, ingilis dilində düşünməyi öyrənəcəklər. Dünya təhsil sisteminə baxdığımızda da, yəni IELTS imtahanına baxdığımızda və digər imtahanlara baxdığımızda da oralarda esse var, writing var. Yəni şagird yazaraq ingilis dilində öyrənir, düşünməyi öyrənir.